Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli görkəmli sənətkar Aybəniz Həşimova ilə bağlı əmr imzalayıb. Xəbər verilir ki, Aybəniz Həşimova Şərifzadə adlı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Bununla bağlı müvafiq əmr 6 fevral tarixində imzalanıb. Aybəniz Həşimova dünən Mədəniyyət Mərkəzinin kollektivinə təqdim olunub. Xeyirli olsun. Qarabağın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhranın toyu olub. Xəbər verilir ki, toy mərasimi dini qaydalara uyğun təşkil edilib. Zəhra Samir adlı şəxslə ailə qurub. Allah xoşbəxt eləsin.